Pandemik qripdən özünüzü və ətrafdakıları necə qorumalı? Ümumdünya Səhiyyə Təşkilatı və Səhiyyə Nazirliyinin tövsiyələri. Öskürərkən və ya asqırarkən ağzınızı dəsmalla bağlayın. Mütəmadi olaraq əllərinizi sabunla yuyun. Profilaktik məqsədlə maskadan istifadə edin. Yuyulmamış əlinizlə göz, burun və ağzınıza toxunmamağa çalışın. Qucaqlaşma və əllə görüşməkdən çəkinin. Əgər özünüzdə xəstəliyin əlamətlərini hiss edirsinizsə, dərhal tibbi yardım üçün müraciət edin. Ətrafdakılarla 1 metr məsafə saxlayın. Məktəbə, eləcə də əhalinin kütləvi toplaşdığı yerlərə getməyin. Pəncərələri açmaqla evin havasını tez-tez dəyişin. Yaddan çıxarmaq olmaz ki, xəstəlikdən qurtulmağın ən yaxşı yolu elə yoluxmamaqdır.